Salam aleyküm Coşqun müəllim. Aleyküm salam və rəhmətullah. Sizə bir sualım vardı. Buyurun. Bəzən biz yas məclislərinə gedəndə molla bizi Fatihə verəndən sonra durun gedin deyir və ya bəzən qəbirstanlığa girəndə Fatihə ilə girin deyir. Bəzən qəbirstanlıqdan çıxanda da Fatihə ilə çıxın deyir. Bu haqqda nədir, bu nə üçün belədir? Mollaların fikri niyə belədir? Bu haqqda bizim bir aydınlaşma verəcəksiniz. Bismillahirrahmanirrahim. Və salatu və selamu alə mən la nəbiyyə ba'dahu. Həqiqətən bizim belə deyək, yas məclislərində belə deyək, sünnət var. Yəni belə dırnaqarası sünnət var. Yas məclislərinə gedirsəm, yəni insanlar yas məclisinə ölü sahibi üçün, yəni başsağlığı verməyə gedirlər. Yəni ölü sahibinin yanında olmağa, ona təskinlik vermək üçün gedirlər onun belə deyək məclisinə. Və o məclisə oturduqdan sonra molla Fatihəni verməsə, yəni onlar qalxıb getmirlər. Hətta bəzən deyirlər ki, molla Fatihəni ver biz qalxaq. Yəni Fatihə surəsi yəni əzəmətli bir surədir. Və Fatihə surəsi Quranın ilk surəsidir. Və Fatihə surəsi Quranın məğzidir. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, həmd olsun mənə əzəmətli Quranı verən və 7 təkrarlanan ayəni mənə verən Allaha. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Fatihə surəsinə görə Allah azza və cəlləyə həmd edib, ona təşəkkür edib. Amma bizim cəmiyyətdə Fatihə yalnız belə deyək, yas məclisində ayağa qalxmaq üçündür və yaxud da qəbirstanlığa daxil olanda Fatihə vermək lazımdır və yaxud qəbirstanlıqdan çıxanda Fatihəni oxuyub çıxmaq lazımdır və yaxud evlənəndə Fatihəni söyləmək lazımdır və yaxud qurban kəsəndə Fatihəni söyləmək lazımdır. Yəni hərə nə edirlərsə ancaq Fatihə və Fatihənin mənasını anlamırlar. Fatihəni başa düşmürlər ki, Fatihə Quranın məğzidir. Fatihədə Allah azza və cəllə özün bizə tanıtdırır. Buyurur ki, həmd olsun aləmlərin Rəbbi olan Allaha. Yəni Allah azza və cəllə özünə həmd edir. Yəni aləmlərin Rəbbi, nə qədər ki aləmlər var, Allah buyurur ki, ey qullarım, bu qədər aləmləri yaradan Rəbbiniz tərifə layiqdir, sənaya layiqdir, övgüyə, mədhə layiqdir. Yəni sən göy yaradan, yeri yaradan, göydən yerə su endirən və cürəbəcür məxluqatlar yaradan, çaylar yaradan, dənizlər yaradan, ağaclar yaradan, günəşi şərqdə çıxardıb, məğribdə batıran, gecəni gündüz edən, gündüzü gecə edən, aləmlərin Rəbbini tərifləyirsən. Sən Allahım, bu qədər məxluqatları sən yaratmısan. Sən bunları yaratdığın üçün həqiqətən də həmdə layiqsən, övgüyə layiqsən, sənaya layiqsən. Allah'a tərif edirsən. Sonra deyirsən ki, Allahım, sən rəhimlərin ən rəhimlisisən. Yəni sən bu dünyada hətta kafirlərə belə rəhm edənsən. Möminlərə axirətdə xüsusi rəhm edəcəksən. Amma bu dünyada bütün insanlara, bütün məxluqata, sənə küfr edən qullarına belə sən rəhmənsən, onlara rəhm edirsən. Bu dünyada onları ruzlandırırsan, onlara xəstəlik verdikdə onlara şəfa verirsən, yəni onlara rəhm edirsən. Allahım, sən rəhimlərin ən rəhimlisisən. Sonra deyirsən ki, Məlik yevmiddin. Deyirsən ki, ey Rəbbim, həqiqətən də sən qiyamət gününün sahibisən, Məlikisən, hökümdarısan. Bütün qullar sənə hesabat verəcək. Sən burada Allah'a tərifləyirsən. Sonra Allah'ın rəhimli olduğunu deyirsən. Sonra Allah'ın Məlik olduğunu deyirsən, mütləq hökümdar olduğunu deyirsən. Yəni Fatihə görün nə qədər əzəmətli bir surədir. Sonra da deyirsən ki, Allahım, bax sən Allahsan, sən Rəbsən, sən Rəhmənsən, sən Rahimsən, sən Məliksən və mən də ya Rab, yalnız sənə ibadət edirəm. İyyəkə nə'budu, ya Rab, bütün ibadətlərim sənədir. İxlasla ibadətlərimi yalnız sənə sərf eləyirəm. Yəni dua edərkən yalnız sənə dua edirəm. Qurban kəsərkən yalnız sənin üçün qurban kəsirəm. Və digər nə qədər ki ibadətlər var, hamısını sənə sərf edirəm. Bütün ibadətlərimin hamısını sənə yönəldirəm. Çünki yalnız və yalnız sən ibadəti haqq edirsən. Səndən başqa heç bir kəs ibadəti haqq etmir. Bu nə mələklər olsun, nə peyğəmbərlər olsun, nə salih insanlar olsun, nə övliyalar olsun. İbadət yalnız sənin üçündür. Özün də deyirsən,
İyyəkə nə'budu, yalnız və yalnız sənə ibadət edirəm. Və iyyəkə nəstəin, və yalnız ya Rab, səndən kömək diləyirəm. Və bunu dedikdən sonra deyirsən, ya Rab, ihdinəs sıratal müstəqim, deyirsən, ya Rab, məni doğru yola yönət. Biz Allahdan doğru yol istəyirik, hidayət istəyirik. Hər namazımızda Allaha yalvarırıq ki, ya Rab, ey Rəbb olan, ey Rahman olan, ey Rahim olan, ey Məlik olan Allahım, məni doğru yola hidayət et. Məni peyğəmbərlərin yoluna yönət. Neymət verdiyin kəslərin yoluna yönət. Sonra deyirsən ki, ya Rab, məni azğınların yoluna yönətmə. Məni qəzəbə duçar olanların yoluna yönətmə. Məni İsrail oğullarının yoluna yönətmə. Yəni, məni Yahudilərin yoluna yönətmə. Hansı ki, ya Rab, onlar əhdə vəfa olmadılar. Ya Rab, hansı ki, onlar sən neymət verdiyin anda sənə nankor oldular. Sən onları Fironun zülmündən qurtardın. Dənizdən keçirdin. Onlara Musanı göndərdin. Buna baxmayaraq, onlar sənə asi oldular. Onlar səndən uzaq düşdülər, ya Rab. Öz azınlıqlarına görə, nankorluqlarına görə, ya Rab, bizi onların yoluna yönətmə. Yalvarırsan Allaha. Sonra deyirsən, ya Rab, bizi nəsranilərin yoluna yönətmə. Hansı ki, ya Rab, sənə övlad nisbət elədilər. Sənə arvad nisbət elədilər. Sənə eyib sifətləri nisbət elədilər, ya Rab. O azmışların yoluna yönətmə. Sənin peyğəmbərinə, sənin rəsuluna ilah dedilər. Allah dedilər. Üçüncüsü dedilər. Bizi o azğınların yoluna yönətmə, ya Rab. Gördüyünüz kimi, Fatihə surəsi əzəmətli bir surədir. Ona görə alimlər demişlər ki, Fatihə Quranı açan surədir. Fatihə surəsinin mənası açan deməkdir. Quranı açan və yaxud da Quranın mənasını açan deməkdir Fatihə surəsi. İlk surədir Quranda. Amma bizlər isə bu Fatihə surəsini əstəğfurullah, izvanok kimi istifadə edirik. Yəni, qalxın, oturun, çıxın, gəlin və yaxud daxil olun harasa və yaxud gedib bu əzəmətli surəni ölüyə oxuyuruq. Allahu Akbar. Həqiqətən də bu yanlışdır. Həqiqətən də bu doğru deyil. Niyə axı insanlar belə deyirlər? Fatihə surəsinin məğzin başa düşmürlər, anlamırlar. Və biz deyəndə ki, bizim dinimizdə belə bir şey yoxdur. Nə Allahın kitabında, nə Peyğəmbərin sallallahu aleyhi və səlləmin səhih, doğru sünnəsində belə bir şey yoxdur. Fatihə ilə qalx, Fatihə ilə otur. Filan kəsin ruhuna Fatihə. Qardaş, Fatihə surəsini siz nə qədər zızlaşdırmışsınız? Əzəmətli bir surəni. Amma Fatihə surəsinin mənasını anlayarkən, başa düşərsən, görürsən ki, Fatihə surəsi başqa bir şeydir. Anlamı başqa bir şeydir. Və nə üçün biz Fatihə surəsini hər gün namazımızda oxuyuruq? Fatihə surəsi bizim namazımızın rükunudur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Fatihəsi olmayanın namazı yoxdur. Sən hər gün 5 dəfə namaz qılırsan. Sübh namazı, zöhr namazı, əsr namazı, məğrib namazı, işa namazı və hər rükətdə Fatihə surəsini oxuyursan. Gündə sən 17 dəfə Fatihə surəsini oxuyursan. Bu nə üçündür? Biz düşünməmişsiniz ki, Allah nə üçün Fatihəni Quranın ilk surəsi edib və nə üçün hər gün namazda Fatihə surəsi təkrarlanır? Yəni, bu Fatihə surəsinin böyük anlamı olduğu üçün, böyük mənası olduğu üçün, Quranın müxtəsər məzmunu olduğu üçün Fatihə surəsini biz hər gün oxuyuruq. Əgər biz Fatihə surəsini anlasaq, başa düşsək, Quranı anlayarıq, Quranı başa düşərik. Ona görə də, əziz müsəlman qardaşlarım, Fatihə surəsini anlamağa çalışın. Fatihə surəsinin, belə deyək, kimisə ruhunu oxumaqla və yaxud qalx, otur, çıx və yaxud qərbərstanlığa daxil olarkən, qərbərstanlıqdan çıxarkən, belə bir şeylər yoxdur. Qalxmağın da ədəbi var, oturmağın da ədəbi var, qərbərstanlığa daxil olmağın da ədəbi var, qərbərstanlıqdan çıxmağın da ədəbi var. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dinə aid nə vardırsa, hər bir şey bizə öyrətmişdir. Dinə yeni bidətlər gətirmək lazım deyil. Və bu qədər. Allah razı olsun. Sizdən də çox sağ olun.